Allah sənə rəhmət eləsin, Nəriman Həsənzadə, xalq şairimiz, ictimai xadim, dramaturq, gözəl insan, gözəl ata, gözəl dost, Nəriman Həsənzadə, həyat yoldaşına sadiq kişi idi. Həyat yoldaşı Sara xanım 49 yaşında dünyasını dəyişmişdi. O gündən bu günə o ailə qurmamışdı. Və bir neçə müsahibəsində dedi ki, mən kiminləsə ailə qura bilərəm, amma onu aldada bilmərəm. Çünki mənim gözlərim daima Saranı axtarır. Daima dilimdə onun adıdır. Mən başqa bir qadına səni sevirəm deyib, onunla necə ailə qurum? Mənim öz sevdiyim olub, mən Saraya sadiqəm. Xəstə idi, uzun müddət idi xəstə idi. Dəfələrlə xəstəxanaya, mərkəzi klinikaya və digər özəl klinikalara yerləşdirilmişdi. Uzun müddət müalicələr aparılmışdı. Səhhəti biraz bərpa olunan kimi evə dönürdü. Bu uzun çəkmirdi. Təkrar xəstəxanaya yerləşdirilmişdi. Təbii ki, bu haqda xəbər vermişdim. Dünyasını dəyişdi və hamı maraqlanır. Ondan görüş, harda olacaq, son görüş, vida görüşü. Vida görüşü nəzərdə tutulub, vida mərasimi, vida görüşü də belə deyək, mərasim beynəlxalq muğam mərkəzində keçiriləcək. Oradan da birinci fəxri xiyabana aparılacaq və orada dəfn olunacaq. Birinci fəxri xiyabanda xalq şairimiz Nəriman Həsənzadə. Allah sənə rəhmət eləsin, Nəriman Həsənzadə.